Oruç tutan kimsə dünyada tutduğu bu orucu qədrini bilməlidir. Çünki insan yoxluqdan əbədiyyətə getdiyi bu dünya həyatında sırf Allah üçün ibadət etməlidir ki, ibadətlərinin ondan faydası dəysin. Ağlını və hisslərini, nəfsinin istəklərini idarə etməlidir. Ölümü və öləndən sonra bədəninin çürüməsini, ona veriləcək qəbirdə nemət və ya əzabları xatırlamalıdır. Ahirəti arzulamalıdır və dünya zinətlərini tərk etməlidir. İnsan bu ayı tutduğu orucla Allaha yönəlməlidir. Və Ramazan bayramı da onu sanki Allahı görürmüş kimi keçirtməlidir. Allahla qarşılaşacağı kimi Ramazan bayramında qeyd etməlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oruç tutanın ağız qoxusu Allah katında müşk qoxusundan daha dəyərlidir. Necə ki, şəhidin qanının qoxusu müşk qoxusu kimi olduğu kimi.